Fatihə məzmunu nədir? Allaha gedən yol. Allahı tərifləyir, Allaha gedən yoldan danışır və deyir bizi bu yola hidayət elə və yeganə surədir ki, Allah Teala bəndənin dilindən özü danışır. Bəndənin dilindən özü danışır. Yeganə surədir ki, Peyğəmbərə 2 dəfə nazil olur. Səb-ül məsani deyirlər ha. 7-nin 2 dəfə nazil olması. Bütün Qur'anın mənası o Fatihədədir ki, insan Allahdan istəyir. Başda nə orada istəməkdir istəyirsən. İyyəkə nəbudu və iyyəkə nəstəin. Bizi düz yola yönəldir. Sənə ibadət edirik, səndən istəyirik. Filan kəslərin yoluna yox, filan kəslərin yoluna yox, nemət verdiklərinin yoluna. Hələ bir ki, istəyirsən Allahdan. Diqqət elə. İstəməkdə nə var? İstəməkdə bir acizlik var. Bütün bunların başında dayanır Bismillahirrahmanirrahim. Yaxşı. Rəhman və Rəhim Allahın adından istəyirəm. O bəlkə var. Bismillah. Rəhman və Rəhim olan Allahın adından istəyirəmdir. Əslində onun mənası istəyirəm. İstəməyin özündə nə var? Acizlik var. Onu, həmən o ayəni istəyirəm, acizlik eləyən nədir? Həmən o B hərfidir. B-ni B eləyən nədir? Onun nöqtəsidir. Əli əleyhissalam bu ilə deyir ki, mən acizəm sözü azdır mənim üçün. Mən iczin özüyəm Allah qabağında. Mən acizliyin özüyəm. Mən fəqir deyiləm, fəqirliyin özüyəm.